Biz də o yolları keçmişik, bilirik də. Bu pultlarda problem yoxdur. Problem olmaya biz bunu nəyin düzəldək? Olur klublarda müştəri bəzən oturur, elə müştəri gəlir ki, yəni problem yaradır da. İşləyən pulta götürüb göndəriblər işləməmək adı ilə, analoq problemi ilə. Yəni müştərinin deməyi ilə deyil, burada onsuz da proqramda göstərir. Görsən, tam xananın içərisindədir, tam. Elə analoq olur ki, məsələn, sola çəkirsən, bir balaca da olsa xanadan çölə çıxır. O yumru dairə var, xana deyirəm. Dairə var ya orada. Burada məsələn sola çəkdin sən bunu. Bir balaca da olsa dairədən çölə çıxır, qalır. Məsələn onu sonra əllə. Bunda heç o da yoxdur. Tam işləvi. Ağa bunları niyə göndərib mən bilmirəm. 3 dənə putdu müştəri. Get browser'ı onu da qoş, bunu da qoş görsət. Yəni bu putlarda problem yoxdur. Zaten ola da bilməz. Bunlar 4 pin analoqdur. Bunlarda bir müddətdən sonra analoqun özü xarab olur. Çəkmə olmur, özü xarab olur. Bu da dairənin içərisindədir qardaş. Mən bu işləyən şeyə necə deyim ki, işləmir. 3 dənə putdur. İkisi orijinaldır, biri də ki A-klassdır. Yəni üçü də işləy vəziyyətdədir. Heç birində heç problem zad yoxdur. Özü rezinlər də deyim sən, rezinlər də qaydasındadır ha. Ya problem bu pultu bilsən elə müştəri gəlir ki, yenə də deyirəm, hər sahədə var. Gəlir oturur, başlayır ki, mızmızalıq eləməyə, problem axtarır. Var da eləncinə adamlar. Hər qrupda var. Problem yoxdur qardaşım bunların.